Ne gözəl bir təpəcik əmələ gəlib. Bu təpəcik nədir? Başım bu detal avtomobil buferinin yerləşən bir diffuzerdir. Avtomobilin qoşu itillərin yeridir də. Birinci nüsxədə qoyduq, gəldi burada xarabladı. Nəsə gördük problem var, ikinci printerə qoydum və ikinci printer şükür Allaha ki salamatçılıq edib çıxartdım hissəni. Bu isə 4 hissədən ibarət olan bir hissə olur. Birinci növbədə printeri sökdüm, baxdım görüm bu nədir bunun dərdi. Açdım, yoxladım, belə plata da salamatdır, işləyir, fan da işləyir, qəşəng soyudur. Sadə, elə onların hamısını yoxlayandan sonra sadə primitiv bir şey yoxlamamışım. Elə bəlkə də başda bunu yoxlasaydım, bu problem, yəni ona görə printeri ümumiyyətlə aşağı-yuxarı sökməzdim. Heç nə yox, bu detal artıq boltu boşalıb işlədiyinə görə. İşıq da qəşəng, diskoteka verir mənə. Bu boşaldığına görə bu boşda fırlanıb. Və nəticə etibarən də reməndə tullanma verir, bu dişli remənlər var, bunlar tullanma verir və bizə 2 dəfə belə zərərə salıb. Belə açmışkən siləcəm, təmizləyəcəm, yağlayacam, qəşəng fikir versiniz ucu, hamısı yağ ucu kirlənibdir. Ondan sonra düzəldəcəm, taxacam və inşallah fikirləşəm ki, bir işləyəcək biraz da.